Hər kəsə salam. İnci Baxşəlinin 1-ci 4-cü siniflər üçün olan kitabından səhifə 95-də Sandra mətnini oxuyub tərcümə edirəm və sözlərin tələffüzlərini və tərcümələrini izah edirəm. Başlayıram. My favorite day is Sunday. Favorite sözün keçmişi sevimli, day gün. Mənim sevimli günüm Sunday, bazar günüdür. I have a big lunch with all my family. I have mənim var. Big böyük. Lunch sözü günorta yeməyi. With all my family. All bütün, my mənim, family ailə. Yəni bütün ailəmlə birlikdə böyük günorta yeməyini yeyirlər. Have lunch sözü günorta yeməyi yemək. Mən ailəmlə böyük bir günorta yeməyi yeyirəm. Yəni bazar günlər. We have pasta in my grandfather's house. Pasta sözü tort demək deyil, pasta sözü xamur məhsulları deməkdir. Bizim var pastamız, yəni xamur məhsullarımız. Grandfather's house. Grandfather baba, house ev. Deyir bizim var xamur məhsullarımız babamızın evində. The children like visiting their grandfather and they like listening to his stories. Children like visiting. Uşaqlar xoşlayır. Visit sözü baş çəkmək. Their grandfather. Their onların. Grandfather babalarına. And they like listening to his stories. And və they like onlar xoşlayırlar. Listen qulaq asmaq. To his stories onun hekayələrinə. Story sözü də hekayə. Deməli yeni sözlərimiz burada hansı oldu? Lunch sözü günorta yeməyi, pasta sözü xamur məhsulları, visit sözü baş çəkmək, bunları keçmişik. Listen sözü dinləmək, and sözü və story sözü hekayə. Deməli, bugünkü mətnimizin tərcüməsini bir daha üzündən oxuyub tərcümə edirəm. My favorite day is Sunday. Mənim sevimli günüm bazar gündür. I have a big lunch with all my family. Mən ailəmlə birlikdə böyük qəlyanaltı edirəm, yəni günorta yeməyi yeyirəm. We have pasta in my grandfather's house. Bizim babamızın evində xamur məhsulları var. The children like visiting their grandfather and they like listening to his stories. Uşaqlar xoşlayırlar babalarına baş çəkməyi və onun hekayələrini dinləməyi. Yəni uşaqlar babalarına baş çəkməyi və onun hekayələrinə qulaq asmağı sevirlər. Bugünkü mətn izahım bu qədər. Sağ olun, hələlik.